Bugün yel çərşənbəsidir. Çərşənbəniz mübarək olsun və Bəturə xanımın növbəti sujetini bizdən sizə bayram hədiyyəsi kimi qəbul edin. Xəbərçilərin üçüncüsü yel çərşənbəsi də yetirdi özünü. El arasında küləkli çərşənbə kimi tanınan bu çərşənbənin isti, ilıq küləyi insanı biraz da tələsdirir. Yazın gəldim xəbərini çatdırır, bir iş-düş edənləri tələsməyə səsləyir. Günəş də sevinç libası geyinir əyninə, qızılı saçlarını ətrafa yayır, qara qışın soyuğundan büzüşən canlı nə varsa hərəkətə gətirir, yazın elçilərini təbəssüm və sevgi ilə qarşılayır. İnsanlar da günəşdən geri qalmırlar, xəbərçinin hər gəlişini toy bayramla qarşılayır, süfrələri naz-nemətlə bəziyir, şamları yandırır, xonçaları bəziyirlər. Pəncərələri silmişik, evin pastelləri də hamısını yumuşuq, palazları yumuşuq. Hər çərşənbə axşamında əlbəttə ki, uşaqlar yığışırlar, məhəllə uşaqları. Tonqal qalamağa hazırlaşırlar. Süfrələrimizdəki şəkərburamız, yəni ki, səməni var. Evləri yığışdırmışıq, şeyləri təmizləmişik, köhnə şeylərin hamısını tullamışıq. Sıra baharın yer elçisindədir. Yaz mehi üz-gözləri oxşadıqca, ağacların budaqlarını sirkələdikcə hərəkət, canlılıq biraz da artır və təbiətin nazlı qızı baharın lap yaxında olduğunu bir daha xatırladır. Bu yelin özünün, havanın özünün təmizlənməsi deməkdir. Eyni zamanda ötən həftələrdə oyanmış suyu və odu da hərəkətə gətirir. Ağacların budaqlarını tərpədir, onları oyadır, oralarda puçurların, tumurcuqların açılmasına gətirib çıxarır. Ağ və qara yel, xəzri və gilavar. Ellərimizdə əsən yellərin rəngi və istiqaməti dəyişsə də, yaz nəfəsi duyulduğu üçün əhval dəyişmir. Hər kəs bu yelin xuşsoraqlı və sayalı olacağına inanır. İllərin sınağından çıxmış bəzi inamları da unutmurlar. Yel çərşənbəsi gecəsi gənclər qırmızı almalardan yeyib, onun bir 10 dənə toxumunu başlarının altına qoymalıdırlar və belə güman edilir ki, yatanda gələcək adaxlısını yuxuda görəcək. Yaz gələcək mütləq. Elçi və xəbərçilər gözlərin yollara dikildiyini deyiblər. İntizar və hicranın bitəcəyi anı gözləyənlərin bahardan gözləntilərini də anladıblar. Qərib ellərimizin sərin mehini üzünə vurulmasını gözləyənlərin gözünün baharda olduğunu da çatdırıblar. Gözləri güldürməksə bu baharın insafından asılıdır. Bəturə Nəbiyeva, Elnur Abbasov, Space.